Deməli, bugünkü dərsimiz time, vaxt, zaman mövzusudur. Gəlin baxaq. One day equals to 24 hours. Yəni, bir gün bərabərdir 24 saata. And 1 hour equals to 60 minutes. Yəni, bir saat bərabərdir 60 dəqiqəyə. 1 minute equals to 60 seconds. Bir dəqiqə 60 saniyəyə bərabərdir. Daha sonra gəlin saatı izah edeyim sizə. Saat çəkirik. On iki, 1, 2, 3, 4, 5, 6. Burada məsələn birin əqrəbin, biri bura baxsın, biri bura baxsın. Okay. Əgər biz deyirsək ki, saat 12-dir. Deyirik, it's 20 o'clock. Saat 12'dir. It's 20 o'clock. Sonra, eğer 15 dəqiqə işləyib deyirsə, quarter past deyirik. Quarter past. Eğer 15 dəqiqə qalıbsa, quarter past bura qədər olan bir hissədir. 15 dəqiqə işlənmiş bu hissə. Daha sonra, əgər yarısıdır deyiriksə, half past, yəni bu 30 dəqiqə. Half past da bu tam hissədir. Half past. Əgər 15 dəqiqə qalıb deyiriksə, quarter to deyirik. Quarter to. 15 dəqiqə qalmış hissəsi də burasıdır, ya burasıdır. Yaxşı qızlar. Daha sonra, gəlin indi buna nümunələr üzərində baxaq. Məsələn, deyirəm ki, saat 5'dir. It's 5 o'clock. Saat 5'dir. Sonra deyirik, saat 7'dir. It's 7 o'clock. Saat 7'dir. Sonra saat 9'dur. It's 9 o'clock. Saat 1'dir. It's 1 o'clock. Bu formada. Sonra gəlin 15 dəqiqə işləmişlərə baxaq. Məsələn, deyirəm ki, nə deyə bilərəm? Saat 4:15'dir. Saat 4:15'dir. Necə deyərik? It's a quarter past. 15 dəqiqə işləyib baxın. 15 dəqiqə işləmişdirsə, it's a quarter past 4. Baxın, it's a quarter past. A quarter past 15 dəqiqə deməkdir. 4, 15'dir saat. Sonra deyə bilərik ki, saat 9:15'dir. It's a quarter past. A quarter past nə oldu? 15 dəqiqə işləmiş. 9'da 9. It's a quarter past 9. Saat 9:15'dir. Daha sonra gəlin 15 dəqiqə qalmışa baxaq indi. Məsələn, deyirik ki, saat 4:45'dir. It's a quarter to. It's a quarter to 5. Saat
4.45'dir. Sonra əgər 15 dəqiqə qalıbsa, bu 4-dən bir vahid artıq olanı götürəcəyik. Yəni bu 4-sa və 15 dəqiqə qalıbsa, 4-dən bir vahid yuxarı 5-ı götürəcəyik. Sonra deyir ki, saat 6.45'dir. It's a quarter to 15 dəqiqə qalıb demişik, düzdür. Ona görə a quarter to 6-dan bir vahid yuxarı 7. It's a quarter to 7. Saat 6.45'dir. Sonra tutaq ki, indi deyir ki, saat nə bilim yarısıdır. Yəni yarısı ilə olan nümunələrə baxaq. Məsələn, saat 3:30. It's half past. Half past neydi? Yarısı. It's half past. 3'ten bir vahid yuxarı 4. It's half past 4. Half past yarısı 4. 4'ün yarısıdır. Saat 3:30'dur. Sonra saat məsələn 11:30'dur. It's half past. Half past nə oldu? Yarısıdır. 11:30. 11'den bir vahid yuxarı 12. Saat 12'nin yarısıdır. Daha sonra buraya kadar başa düşdüksə davam edək. Sonra eğer deyiriksə ki, məsələn saat 10:35'dir. Bunu iki cür demək olar. Ya deyərik ki, it's 10.35'i də 35 saat 10:35'dir. Və yaxud da ki, deyərik ki, 35 00 olmasına neçə dəqiqə qalıbdır? 25 dəqiqə, düzdür? Deyək ki, it's 25 dəqiqə minutes to neçəyə? Saatın 11 olmasına 25 dəqiqə qalıb. 11, yəni 11. Bu ən asandıdır, ən asan yoldur, ən asanda qasdığımız. Bu isə daha cool görünən bir formasıdır. Yəni məndən tövsiyə, əgər tələsirsinizsə saatı deməyə, tələsəndə bunu deyirik. Yox, əgər rahatıqsa, yəni müsait isə, geninə boluna məlumat vermək istəyiriksə, bəli, bu uzun formanı istifadə eləsək daha məqsəd uyğun olar. Başa düşdünüz bura qədər qızlar?